Hazırki model proqramların təhlillərinə əsasən dekabr ayının sonlarında Bakıda qar yağması ehtimalı çox zəif ehtimaldır. 5-8% yaxındır. Bu da çox zəif bir ehtimaldır. Lakin yanvar ayının birinci həftəsində havanın kəsin dəyişilməsi ehtimalı var. Bu 100% deyil. 25-30% yaxındır. Bu ehtimal əgər baş verərsə real zaman ərzində yanvar ayının birinci həftəsində hava şəraiti Bakıda kəsin dəyişiləcək. Nəticədə başda yağışın sulu qara və qara çəkilməsi ehtimalı var. Avropanın İsyandabliyet modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən, yəni bu aviasiya materiali üzrə ümumi təhlillərə əsasən yanvar ayının birinci həftəsində Rusiyanın qərbindəki bu siklonun daha da şiddətlənməsi ehtimalı var. Nəticədə soyuqlunvalı siklon sisteminə Arktik və Sibir siklonlarının Avropanın şərqində bir-birlərin toqquşması fonunda çox nadir hallarda müşahidə edilən bir kəskin atmosfer hadisələrinin təşkillanması gözlənir. Dekabr ayının 25 və 26-sında bu sistemin bir qolunun Qafqaz regionuna keçməsi fonunda Qafqaz ərazisində hava şəraitində qısa müddətli kəsin dəyişikliyi ehtimalı var. Dekabr ayının 27-sində isə Qara dəniz ərazisində və Rusiyanın qərbindəki bu siklon sisteminin sağ qolunun Qafqazın cənubuna keçməsi fonunda xüsusən də Xəzər dənizinə yaxın şərq rayonlarında və Bakı-Abşeron-Sumqayıt ərazisində cənub-qərb küləklərinin güclənməsi ehtimalı var. Dekabr ayının 28-ci və dekabr ayının 29-da artıq bu sistemin Qara dəniz ərazisində bir qədər şiddətlənməsi gözlənir Avropanın şərqində və Rusiyanın qərbində. Nəticədə bu sistemin sağ qolu yenə də Azərbaycan arasında keçəcəyi üçün Bakıda dekabr ayının 27-29-da qar yağması və yerdə qar ötürülməyə gəlməsi ehtimalı 5-8%, çox aşağı, çox zəif bir ehtimaldır. Dekabr ayının artıq 30-u və 31-də isə bu sistemin Rusiyanın qərbində kifayət qədər şiddətlənməsi və Qara dəniz arasında daşınan Aralıq dənizinin daşınan rütubət baxımları ilə şimaldan daxil olan güclü Arktika soyuqlarının bir-birlərin toqquşması fonunda regionda hava şəraitinin dekabr ayının 30-u və 31-də daha da mürəkkəbləşməsi, daha da kəskinləşməsi, daha soyulması gözlənir. Yanvar ayının 1-i bu sistemin Şimali Qafqaza kifayət qədər təsir etməsi və Şimali Qafqazda anormal soyuqların baş verməsi ehtimalı var. Lakin hazırki model proqramların təhlillərinə əsasən Qafqazın cənubi Azərbaycan ərazisində Dağətəyə və Dağlıq rayonlarda qar yağması ehtimalı var. Mərkəzi aranda Bakı-Abşeron-Sumqayıt ərazisində isə dekabr ayının sonunda və yanvar ayının birinci həftə içərisində yağışın qısa müddətli sulu qar çəkilməsi ehtimalı var. Lakin qarşıdakı günlərdə bu proses kəskinləşərsə, həmin vaxtda artıq biz yenilənmiş məlumatların təhlillərini təqdim edəcəyik.